Gözəldə təbəssüm, ürəklərdə diqqət, gözəldə bir sevgi görünür. Bax, bu sevgini bizə bəxş edən bizim böyük Allahımız. Onun yarattıklarını o necə sevə-sevə yaradıb, necə istedadlı, necə qabiliyyətli. Və bunun üçün biz çox xoşbəxtik. Nədən? Allah necə yarattı? Sevə-sevə məhəbbətdən, məhəbbətli yarattı. Adəmi gözəl yarattı. Öz bıçağından İsmail yarattı. Elə bir aləm yarattı ki, ondan baxıb qürur duyuruq. Bax, bu günlərin mənim burada olmağımın səbəbi Allah'ın olan böyük sevgi, onun yarattıklarına olan sevgi ve belə bir istedadı gənci görmək, həmişə onun yanında olmaq istəyir, inanın. Sizcə biz niyə bu qədər istedadlıyıq? Bilirsiniz, bizim yerləşdiyimiz ərazi 23-42-ci en dairəsidir. O bilirsiniz nə deməkdir? O Seyid Allah'ın aktığı yerde müsbət enerjinin ona göre dünyada bizim ərazidə en müqəddəs varlıqlar, elm sahipleri, çok istedadlı mənəviyyətli insanlarımız var. Olmaşaydı əsiri, eş çəkməzsə zənciri. Onu Nizami əvvəl demişdi. Dünən bir möhtəbər tədbirdeydim alimlərin. Orada bir informasyada bir sözlendirdi ki, Nəsrəddin Tusi öz fəhimiyle qeyri-adi qavrayışıyla Amerika qitəsinin kəşfini vermişdi xəritələrlə. Ama sonra Kolumbiyadır. Bu o deməkdir ki, Allah'ın bizə məhəbbəti böyükdür. Elm işıq, bir nur, alimlər onun daşıyıcısıdır. İşarətinizə müxtəlif aspektlərdən mən Bəhməni müşahidə edirəm, tədqiq edirəm və sevinirəm. Gözünüzün qabağında hələ ondan danışmamış bir məqamı gördük. Nə qədər səndə ilahi eşq olar, nə qədər insan eşq olar, nə qədər peşənə sən bağlı olasan ki və iddiasız, ədasız olasan ki, sən Mehdini burada təqdimləsən özündən əvvəl. Bu böyük işdir. Bu böyük peşə uğurudur mən bilən insanın. Bəhmən müəllimin qeyri-adiliyi haqqında saatlarda danışa bilərəm. Çünki onu çox yanıman izləyirəm. Eyni xəttdən informasiyanı qəbul etmək qabiliyyətimiz var. Və ən böyük marağım ondadır ki, mən Bəhmən müəllimi tanınmış insanlarla tanış etmişəm. Bugün burada özü olmasa da, Müsəd müəllimin adından da mən danışmağa imkanım var. Və biz çox sevindik, çox sevdik ki, bizim belə istedadlı gəncimiz var. Onu hamı başa düşməz. Əslində. Baxın, Bəhmənin hər dəfə yazıb, hər gün deyirəm, Bəhmən, biraz dayan. Bu qədər özünü üzmə. Amma gör o dayanır. Harada atsan Bəhmən var. Harada, hansı sferada desə Bəhməni görmək mümkündür. Və bilirsən, mənim əzizim, heç təsadüfü deyir ki, bugün sən Newtonun yuxusundan danışırsan. Əslində yuxu o deməkdir ki, insanlara çox böyük informasiyaların qəbul olunduğu andır. O insanların yuxuları daha çindir ki, o Allah ilə bağlıdır. Mən çox danışmaq istəmirəm Bəhmən. Səni hamının adından, ilk növbədə öz adından çox qəlblə təbrik edirəm. Və mən o günü gözləyirəm ki, sənin müdafiətdə mən çıxış etmək istəyirəm, mənim əziz Bəhmənim. Bu işlər hamısı gözəldir. Sən üçün riyaziyyatın bircə anın deyim. Bəhmən, R hərfi riyaziyyatda nəyi ifadə edir? R hərfi riyaziyyatda radiusu ifadə edir. Onun hansı parametrləri var? De görüm. Mən deyim, sən imkan çəkməyim. Çünki mən auditoriyada dərs deyəndə müəllimlər, riyaziyyat müəllimlərinə bir informasiya almışam, indi onu deyəcəm. Əslində, çevrənin radiusu daimidir, dəyişkəndir və qəbul edəndir. Düzdür dedim, mən riyaziyyatçı deyirəm. Mən bunu aldım və bir informasiya dedim.
İnsan ağrı da olur tanrısından. Ama değişir zaman zaman. Hakkı kabul eden zaman o insandı, əsl insan. Bəli, benim yanımda sizin ve bizim gördüğümüz, sevdiğimiz, brend dediğimiz sözün həqiqi mənasında bir Azerbaycan oğlu dayanıb. Bir peşəkar müəllimimiz dayanıb ve maraqlı bir tədqiqatçımız dayanıb ki, ne hoş bizim halımıza bugün severek geldik, sevgimizi senden bölürük, sen ve ben öz sevgini hamıyla bölürük.